Hörmətli müəllimlər və şagirdlər, mən riyaziyyat və kurikulum müəllimi Arzu Ələdin qızı sizə 14-15 aprel sınaqlarımızı izah edəcəm. Qeyd edim ki, bu tip suallar sertifikasiya imtahanına və blok imtahanına düşə bilər. Ona görə də qeydlər götürməyi unutmayın. Qrupumuza qoşulmaq istəyənlər isə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilər. Hangi sayfa 5'te 1'dirsə ifadənin qiymətini hesablayın. Baxın, burada biz hangi sayfanı tapmaq üçün hər tərəfi gəlin böləyin kosinus alfaya. Baxın, sinus alfa bölünsün kosinus alfa. Çünki tangens alfa sinus alfa böl kosinus alfadır. Üstə gələk kosinus alfa bölək kosinus alfa. Bölünsün sinus alfa bölək kosinus alfa. Sıxılsın kosinus alfa bölək kosinus alfa. Buradan da alırıq ki, sinus alfa böl kosinus alfa tangens alfadır. Yəni 5'te 1 üstəgəl 1 bölünsün sinus alfa böl kosinus alfa 5'te 1'dir. Minus 1'ə. Və biz burada hesablayırıq. 5'te 1 üstəgəl 1 edir. 1 tam 5'te 1 yəni 5'te 6 bölürük mənfi 5'te 4'ə. Deməli biz 5'te 6'nı vururuq mənfi 4'te 5'ə. İxtisar aparırıq, cavab edir mənfi 2'də 3, o da mənfi 1,5 deməkdir. Yəni A variantı. Növbəti ikinci sualımıza baxaq. İkinci sual əslində ortaq vurğu mötərizə xaricinə gətirib işləyəcəyik. Nə edəcəm? 23 vur 12 üstə gəlsin 55'in kvadratı minus 32'in kvadratı. Problem yoxdur. Biraz gediş eləyək, cavabı tapacağıq. 23 vur 12 üstə gəlsin 55 çıx 32. Bunu A kvadratı minus B kvadratı kimi yazıram. Və 55 üstə gəl 32 şəklində yazırıq. Məxrəcə isə 28 minus 5 və 28 plus 5 yazacağıq. Diqqətlə baxsaq 55 minus 32 23 deməkdir. Yəni 23 vurulsun 87. Gəlin yenə ortaq vurğu mötərizə xaricinə çıxardaq sürətdə. Yəni 23-dən 23'ü çıxardaq. 23'ü çıxardıram, yerdə qalır 12. Üstə gəlsin 87. Aşağıda da alırıq 28 çıx 5 eləyir 23. Burada isə 28 üstə gəl 5 o da eləyir 33. İxtisar getdi. 12 üstə gəl 87 eləyir 99. 99'u da 33'ə bölürük. Cavab eləyir 3. Bir sözlə yuxarıda müxtəsər vurmanı işlədik və baxdıq ki, ixtisar gedənlər oldu. Daha sonra keçək 3-cü sualımıza. Fx funksiyası fx mənfi 2x ibtidai funksiyasıdır. F0 bərabərdir 5 olduğunu bilərək F1'i tap. Gəlin hələ bir bunun ibtidai funksiyasını tapaq. Aparaq yerinə 0 yazaq, 5'ə bərabər eləyək, sonra s-ni tapaq. Yəni bir sözün səliqəyə salaq. Mənfi 2x-in ibtidai funksiyası mənfi x kvadratı böl mənfi x kvadratı belə yazaq. Birinci də olacaq x. İndi üstə gəl s. Aparaq 0 qoyaq, mənfi 5'ə bərabər eləyək. Məqsəd nədir? Məqsədim orada s-ni tapıb səliqəyə salmaqdır. Baxın, burada məsələn yazaq ki, mənfi x kvadratı üstə gəl x üstə gəl s. Məqsəd s-ni tapmaqdır. Aparaq yerinə 0 qoyaq. 0 qoysaq, artıq biz alacağıq ki, s bərabərdir mənfi 5'ə. Əla. Və biz buradan yazırıq ki, deməli, mənfi x kvadratı üstə gəl x minus 5 və bizdən soruşur f1'i. Yəni o deməkdir ki, aparaq yerinə 1 qoyaq, hesablayaq. Mənfi 1'in kvadratı üstə gəl 1 çıx 5. Cavab edir nə qədər? Deməli, mənfi 6 üstə də 1 mənfi 5. Cavab oldu mənfi 5. A variantı. 4-cü sualda yenə rahat suallardan biridir. Nə edəcəyik burada? 2x-i aşağıda ortaq vuruq kimi çıxartsaq, yerdə qalacaq x minus y. Üstə gəl y kvadratı bərabərdir 41'ə. X minus y-in yerinə yazaq 5. 2x vuraq 5. Daha sonra bircə saniyə x kvadratın qiymətini tapmalıyıq. Gəlin bunu belə yazaq, çünki burada bir şey ala bilmədim.
Belə bir şey yazaq. 2x kvadratını parçalasam, bəlkə orada bir şey çıxar. X kvadratı üstəgəl x kvadratı minus 2xy üstəgəl y kvadratı. Məncə buradan nəsə çıxacaq. Bərabərdir 41-ə. X kvadratı qoyun qalsın. Bu x minus y-in kvadratı düsturudur. Bərabərdir 41. Əla. Buradan nəsə alacam. Və belə deyək. X minus y 5'dir. Alıram ki x kvadratı üstəgələk 5'in kvadratı nə verir? 25. Bərabərdir 41-ə. X kvadratı bərabərdir 16-ya. Cavab 16-dır. Yəqin ki var. Aha. Növbəti 5-ci sualımız. Bərabəryanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt. Bir dənə bərabəryanlı üçbucaq çəkək. A, B, C. Yan tərəfinə paralel olan orta xətt 4'dür. Bura 4'dürsə, onda bura 8'dir. Onda burada 8'dir. Üçbucağın perimetri 22'dirsə, 22'dən yan tərəflərin cəmini çıxıram. Cavab edir 6. Deməli, oturacaq 6'ymış. Növbəti sualımıza baxaq. Növbəti sualımız deyir ki, çoxhədlisi ilə bu bir həddin qüvvətləri hasilini tapın. Baxın, birincinin qüvvəti olacaq 2 vurur 3, 6. Burada 6'dır. Bu birində isə 2 vur 2 vur 3. Burada da 12'dir. Bunların da hasili eləyir 72. Müsbət 72, yəni A variantı. Növbəti sualımız 7-ci sualdır. 7-ci sualı necə eləyək? Ortaq vurğu mötərizə xaricinə çıxardaq işləyək. Bu tiplərdə adətən insanın ağlına ilk gələn dərəcəni aşağı salmaqdır, amma gəlin daha rahat yolla gedək. Sinus x-i ortaq vurğu kimi çıxartsaq, yerdə qalacaq sinus x üstəgəl kök altda 2 bərabərdir 0. Buradan da alırıq ki, baxın birinci qoysaq, sinus x üstəgəl kök altda 2 bərabərdir 0 qoysan, sinus x bərabərdir mənfi kök altda 2. Bu da bu qiyməti ala bilməz, kənar kökdür. Çünki sinus yəni mənfi kök altda 2-ni almayacaq. Ona görə ki, mənfi 1, müsbət 1 aralığında qiymət alır. Növbəti sualda isə, deməli, sinus x-i 0-a bərabər edirəm. Sinus x bərabərdir 0 qoysaq, sinus x-i 0-ı harada alır? Özəl durumdur. Alır, deməli, 0-da. Hər, belə deyək də, 90'da 1 alır. Sonra 180'də 0 alır. Deməli, hər, belə deyək də, pi dövrdən 1. Pi'dən 1. Aha. X bərabərdir 0 üstəgəl pi-ka. Pi-ka cavabı qoyuraq varmı haradasa? Bu da. Sonra gedək nəyə? Çünki sinus 0'ı 0'da alır, 180'da alır, 360'da alır. Yəni 180 gedir. Ona görə də orada pi-ka yazdıq dövrə. Deyir 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən istifadə etməklə neçə 3 rəqəmlə də yazmaq olar? Rəqəmləri təkrarlansın, təkrarlanmasın sözü demədir. Ona görə də 9 vur 9 vur 9 yazırıq. Yəni 729'dur cavab. Sonra 120 dərəcəli bucağın təpəsindən çıxan şüa 10 dərəcə ölçülərini deməli 1-2 nisbətən 2 bucağa ayırır. Böyük bucağı tapın. Bu rahat bir bucaq düsturdur. 2x üstəgəl x bərabərdir 120'yə. 3x bərabərdir 40'a. Deməli 120'yə daha doğrusu x də bərabərdir 40'a. Böyüyü soruşur 40 vur 2 80. Bu sual rahat sual olduğuna görə gəlin bunun yerinə sizə qəşəng bir dənə tospik sualı verim. Tısbağa sualı. Baxın, tısbağa sualı keçən illər düşmüşdü. Bu tipləri necə edeyim? Bərabər düzbucaqlardan ibarətdir. İndi mən biraz şəkil səliqəsi çəkə bilərəm. Bərabər düzbucaqlar. Məsələn, deyir A nöqtəsindən C nöqtəsinə ən qısa yol neçə üsulundan gedər? Baxın, uzunluğu, eni. Düz bucaq çizildisə, tospik dincələcək. Burada 4, 7 faktorial, bölək 4 faktorial, vuraq 3 faktorial. Vurulsun. Neçədən oldu? 6 dənə. 6 faktorial, bölək 4 faktorial, vuraq 2 faktorial. Bunu hesablayırıq. Yəni cavab nə olsa?
Məsələn 5 vuraq 6 30. 30-u 2-yə bölürsən 15 buradan. Yuxarıda da alınır 5 vur 6 vur 7. O da bu 3 ilə gedir 35. Neysə cavabı aldım 35 vur 15. Yəni bunun yolu buydu. Sonra baxaq. A-nın hansı qiymətə tənliyin həlli yoxdur? A bərabərdir 5 olduqda. Çünki 0x-a vursan eləyəcək 0. Bəyəm 0 15-ə bərabər ola bilərmi? Xeyr. A-nın 5 qiymətində. Sonra gedək 11-ci sualımıza. 11-ci sualda deyir ki, loqaritm 2 əsaslanan A olarsa LG 2 nəyə bərabərdir? O da bunun tərsidir. A-da 1 yaranacaq. Heç bir problem yoxdur. Sonra hesablayın. Bunun həllini yazacağım, amma dahi toplama çıxma rahatdır. Onun yerinə bir ondan sonra ehtimal sualı izah eləyərəm. Ehtimal seçim. Mötərizənin içində neçə dənə rəqəm var? 3 dənə. 3 dənə 9 yazırıq. Çöldə neçə dənədir? 2 dənə. 2 dənə nolik. Promoy gördüyünüz versiyadan, yəni 12153-dən çıxacaqsınız çöldə qalan hissəni, yəni 12-ni. Digərində də 9, 9, 9. Çöldə neçə rəqəm var? 2 rəqəm. 2 rəqəm yazıram bura. Promoy nə görürsünüz? 87846. Çıxacaqsınız 87-ni. Və alınan cavabları toplayıb misalın cavabını tapacaqsınız. Onun yerinə gəlin baxaq nəyə? Məsələn, keçən il belə bir sual düşmüşdü. Çevrə üzərində 10 nöqtə qeyd olunub. Həmin nöqtələri birləşdirməklə neçə vektor çəkmək olar? 10 dənə nöqtədirsə, vektor şərti qoyursa, permutasiya ondan 2-dir. Amma parça qoysaydı, konvensionla işləyərdik. Vektorda xüsusi şərt var. Sonra keçək növbəti sualımıza. Şəkildə MN BS-yə paraleldir. MN 3x-dir. MN haradır? MN 3x-dir. BS 7x-dir. Bura 7x-dir. 3-ün 7-yə nisbəti. Ayın NS nisbətini tapın. O da 3-ün 7 olmalıdır. Bura 3x. Bütöv 7x olmalıdır. Oxşarlığa görə. Onu bura 4-dür. Baxın 3-ün 7-yə olduğu yoxdur 3-ün. Bizdən də ayın NS-ni soruşduğuna görə 3/4. C variantı. Oxşarlıqdan gəlir. Düzün dördbucaqlı piramidanın apofemi. Apofem yan tərəfin hündürlüyüdür. Gəlin baxaq. Düzgün dördbucaqlı piramida deyirsə oturacağı kvadratdır. Düzgün dördbucaqlı piramidanın apofemi 15, yəni yan tərəfin hündürlüyü 15-dir. Mənə deyir hündürlüyü 12 olarsa piramidanın həcmini tapın. Bura hündürlük çəkirəm. Aha. Hündürlüyü nə qədərdir? 12. Mən buradan bax buranı tapsam, kvadratın tərəfini tapıb S oturacaq vur H böl 3 ilə həcmini tapacam. Deməli, burada Pifaqor yaranır. Baxın, o hissədə. 15-dir, burada 12-dir. 15-in kvadratı 225, çıxaq 144. O deyir 81. 81-dən nə çıxır? 9. Deməli, kvadratın tərəfi 18-dir. Sahəsi nəyə bərabərdir? 18-in kvadratı vur H böl 3. Yəni 324 vur 4. 4 dəfə 4 16, 8, 9, bu da 12. 1296 aldım. D variantı. Sonra çoxu gəlir əslində Pifaqora çıxır. Deyir funksiyanın neçə böhran nöqtəsi var? Sonramasını tapıb 0-a bərabər edirsiniz. Deməli bir dənə böhran nöqtəsi var. Sonra ədədi silsilədə A7 5, A23 43 olarsa A19-u tap. Taparam A19-u. A19-u tapmaq üçün belə bir şey yazaram. A7 üstə gərək 12 də yazaram. Əslində A23 çıx 4 də yaza bilərdim. Eyni şeydir. D-ni gəlin tapaq. A7-miz 5-dir. D-ni tapsaq, gözəl insanlar. 43-dən çıxacam 5-i, eləyəcək 38. 23-dən çıxacam 7-ni, eləyəcək 16. 16. Deməli, 16-da 38. Bizdən nə soruşur? A7. A7 5 üstə gəlsin. 12 vuraq. 16-da 38. 2-yə xisar eləyək. Daha sonra 4-ə xisar eləyək 3. 4-ə xisar eləyək 4. 2-yə xisar eləyək 19. Burada da 2 qalır. Cavab oldu nə? Deməli,
3'ü vuranda 19'a eləyir 57. 57-ni 2-yə böləndə 27,5. Üstə də 5 gələndə 32,5 aldım, səhv etmirəmsə. Yəqin ki 32,5 olar. Çünki mən elə gəlir ki, hesab səhv eləmədim. Baxın, D-nin düsturu ilə gedirəm. D bərabərdir AN minus AK bölünsün E minus K ilə getdim. Mən elə gəlir variantlarda problem var. Buradan da alıram ki 43 5 eləyir 38. Bölünsün 23 7. Yəni 38 böl 16. D-ni almışam. A19 üçün yazıram A 7. Üstə gələk 12D. 12D. İndi buradan da A7'miz 5 üstə gəlsin. 12 vuraq. 16'da 38. Məncə düz getdim. 4'ə xısar elədim 3. 4'ə böldüm 4. Buradan da 2'yə bölürəm 2. 2'yə bölürəm 19. 57'ni də 2'yə böləndə eləyir. 57'ni 2'yə bölürəm. Orada səhv elədim də mən. Deməli, eləyir 28,5. Üstə də 5 gələndə mən orada hesab səhv eləmişdim. Üstə də 5 gələndə eləyir 33,5. Bax, indi düz aldım. Bayaq hesab səhv eləmişdim. Xiyarın tərkibində 95% su olur. 40 kg xiyardan nə qədər su var? Asan sualdır. Bunların yerinə ehtimal izah edəcəm. 40'ın 95%'ni tapırsınız. 40'ı vurursunuz 100'ə. 40'ı vurursunuz 95'ə, bölürsünüz 100'ə. Çünki ədədin faizini tapırıq. Bunlar getdi. 5'ə bölürəm 1, 19. 5'ə bölürəm 2. Burada da 2 oldu nə qədər? 38. C variantı. 38'i sudur. Sonra diagonalı 12 olan düzbucaqlının müstəvisinə aid olmayan nöqtə. Gəlin belə deyək də. Fəzalardan ümumiyyətlə harasa bir 5 dənə sual gəlir. Ona görə diqqətli olun. Düzbucaqlıya çəkirəm. Deyir ki, diagonalı 12'dir. Diagonalı 12 isə qobra yazaq. Düzbucaqlının müstəvisinə aid olmayan nöqtə onun təpələrindən 10 məsafədədir. Bura 10'dur. Və mənə deyir ki, həmin nöqtədən müstəviyə qədər olan məsafə. Baxın, diagonalımız əgər 12'dirsə, yarısı eləyəcək 6. Bura 10, bura 6, onda burada 8'dir. Onda deməli H 8 imiş. Yəni buradan bura qədər məsafə 8 olur. Sonra 19-cu suala baxaq. Deyir, düz paralelipipedin oturacağı diagonalları 6 və 4 olan rombdur. Paralelipipedin həcmi 60 olarsa, onun hündürlüyünü tapın. Asan bir şeydir. Ümumiyyətlə, paralelipipedin belə deyək də prizmanın həcmi nəyə bərabərdir? S oturacaq vur H. 6 vur 4, diagonalları hasilinin yarısı. Vuraq H bərabərdir 60'a. Buradan da alırıq H bərabərdir 5'ə. Növbəti 20-ci sualımız. Bərabər hündürlüklü silindr və konuzun həcmləri nisbəti. Silindrin həcmi olacaq pi r kvadratı vur h. Konuzun həcmi olacaq pi, başqa r yazaq, r kvadratı. Deyir ki, bərabər hündürlük. Hündürlüklər eynidir. Vur h böl 3. Bərabərdir 4 böl 3'ə. Əla. Bunları bölək. Pi r kvadratı h. Bu düşür məxrəcə. Pi r kvadratı h. 3 qalxır sürətə. Baxın. Pilər getdi. Bu pi getdi. H getdi. H getdi. Buradan alırıq ki, radius, balaca radiusun kvadratı bölünsün böyük radiusun kvadratı. Buradan da 3'də 4'ü də 3'ə böləndə eləyir 9'da 4. Deməli, nəyin kvadratı 9'da 4'dür? 3'də 2'nin. 3'də 2, yəni 2 böl 3. D variantı oldu. Bir sözün sahələri götürdüm, bir-birinə vurdum. Yaxşı, gəlin sizə qəşəng maraqlı suallar izah edeyim. Baxım saata, hələ vaxtımıza var. Deməli, Tospik'in versiyalarını öyrətmişdim. Məsələn, Tospik'in bir dənələsi də var, tısbağanın. Məsələn, deyir, tısbağa burada dayanıb, nöqtəni qoyub, xətt çəkir. Deyir ki, A nöqtəsindən, məsələn, nöqtənin adı olsun C nöqtəsi. C nöqtəsinə neçə üsundan gedər? Baxın. U, E. Toplamda nə qədərdir? 5, 9. 9 faktorial bölünsün 5 faktorial vur 4 faktorial.
Yəni, niyə belə eləyirəm? Təkrarlanmaya bölürəm. Bundan sonra hesablayarsınız, yəni cavab tamamilə doğru olacaq. Yaxşı, gəlin üçbucaq saymağa baxaq, dəyərli müəllimlərimiz və şagirdlərimiz. Üçbucaq saymaqdan bir dənə sual ola bilər ki, bu ildə gələ bilər. Məsələn, onun belə bir qaydası var, həmişə deyirəm, nərdivan qaydası var. Nərdivan qaydasında belə bir şey eləyəcəksiniz. Baxın, bura 1, bura 2, bura 3. 1, 2, 3, 1, 2, 3, 6, 6, 6. Nə qədər oldu? Toplamda 18 dənə. Bir də var, məsəl üçün, belə bir üsul eləyək. Məsələn, baxın. Belə. Məsələn, ola bilər çalımçı çarpaz. Belə, mən bunu həmişə əyri-üyrü deyirəm. Əyri-üyrüdə üçbucağı tapmaq istəyirsinizsə, həmişə bax bu hissədən, bu düyüncükdən başlayın. Sakın sağdan başlamayın. Bura 1, 2, 3, 4. Oca ikinci mərtəbə 2 ilə başlayacaq. 2, 3, 4, 5. Üçüncü mərtəbə 3 ilə başlayacaq. 3, 4, 5, 6. Toplayıram. Eləyir 10. Toplayıram 5, 14. Toplayıram 7 üstəgəl, deməli 11. Eləyir nə qədər? 18. Toplamda neçə dənədir? 10 üstəgəl 14 üstəgəl 18. O da eləyir 42. Cavabımız 42 oldu. Yəni burada da üçbucaqların sayılması idi. Bir üçbucaqlarda bir dənə var. Onun adını mən qoymuşam yıxılan dayanan. Yıxılan dayanan nədir? Baxaq. Məsələn, çəkinin biri belədir. Biri də baxın beləyə yıxılır. Buna deyirəm yıxılan dayanan. Sadə bir dənəsini verirəm. Burada neçə üçbucaq var? Baxın, birinci dayanana görə baxaq. 1, 2, 1, 2, 1, 2. Toplamda 3, 3, 3. 9 dənə oldu. İndi gəlin yıxılana baxaq. Mən yıxılan buna deyirəm. Yıxılana baxsaq, istəyirsiniz, bunu buradan, bir saniyə. İstəyirsiniz bunu buradan silək. Bunu ağardım, sizi çaşdırmasın. Aha, burada yıxılanı tapmaq istəyirəmsə, yıxılanda bura deyəcəksiniz 1, 2, 1, 2, 1, 2, 3, 3, 3, 9 dənə də buradan. Deməli, toplamda oldu nə qədər? 18 dənə üçbucaq. Yəni, birinci dayananı düşünün, sonra yıxılanı. Axırda cavabları toplayarsınız. Bura qədər dəyərli şagirdlərimiz və müəllimlərimiz, qrupumuza qoşulmaq istəyən müəllimlər hələ də gec deyil, qoşulsunlar. Qeyd edim ki, biz hər gün çalışırıq. Hər gün əlavələrimiz, hər gün dərslərimiz, ehtimalımız, həndəsəmiz, hər gün dərslərimiz olur, sınaqlarımız olur. Buyurub siz də qrupumuza qoşulub və uğur qazana bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.